Və salam əziz Instagram takipçilərim və bu günləri sizə Sasha serverinin əl işlərini göstərəcəm. Bu əl işlərdən biri də 5 barmağı necə düzəldilir. Bəzi YouTube'da bəzi yerlərə baxıram ki, yəni barmaq izlərdəki bunlarla çıxıb. Bəli. Deməli bunu bəzi yerlərdə gipslə, sadəcə nə bilim belə şeylərlə düzəldirlər. Ancaq biz əslində bunu sadəcə çox sadə bir şeydir. Plamaster, yəni benim ad bildiyimiz plamasterdir. Plamaster marketdən alıb və yaxud evdə varsa evdən götürüb, yəni düzəltmək olar. Qarışdırırsınız bir-birinə və belə bir dəmir, yəni nazik ağ dəmir olsun. Və bunu necə düzəldəcəyimizi isə İzləyin. baxarıq. Sasha zəhmət olmasa bunu göstərə deyə bilərsiniz. Nə? Gördüyünüz kimi bunu deməli baxın ikinci formada kəsilir. Deməli kəsilir. İndi oradan çıxarılacaq plamasterdən. Все. Gördüğünüz gibi sol adam onu koyup o ne kulak asır. Ay. Çok lazımsız işte bu. Onu bir şöyle. Kameranın kadrımız. Deməli. Oradan götürülür. Oo. Davazı koptuğun düzeliş olacak. Süper. Nəyə görə bunu o tərəfə çevirdik? Çünki o bir tərəfi yəni düz değildi. Ondan düzəltsəydik düz alıb. Bu tərəfi düz şimal olduğuna görə, yəni düz alınsın. Səliqə düşsün deyənə bu tərəfə çevirdik. Sen onu sıfır. Və gördüyünüz kimi əziz Instagram takipçilərim 5 barmaq üzrə hazırdır. Sadəcə onu böllərindən kəsib, düzəldib, yəni belə bir figura saldı. Yəni siz də bunu eləyə bilərsiniz. Çox sadə bir şeydir bu. İndi gördüyünüz kimi belə bir forma figura aldı. Uclarını da yəni belə nazik düzəltdi, özü kəsdi, düzəltdi. Sonra indi bunu qəlib düzəldi. Bu hal-hazırda qəlibdir. Ondan sonra bunu qurğusunu düzəldəcəyik və bizi takip etməyə davam edin. Və indi bu dəqiqə hazırdır. Gəl. O nədən düzəlib? Nədən düzəltdin onu? Sən başla. Nə gips? Aha. Gipsin üstünə tökdü. Krema nə tərəf? Gördüğünüz gibi tort indi hazırlanır. Kakao yakmırsınız ha? İndi qurumalıdır bu. Neçə dəqiqə quruyacaq təxminən? 2 dəqiqə. Özü dolur da içinə, o yapışır tutur. Əsas qəlb düzələnə qədər. Gençler neyine dur? Ha? İndi düzəliş oldu üstü. Və gördüyünüz kimi qəlb hazırdır, üzüyü quruyub. Və indi onu qaldıracağıq. Yavaş yavaş kaldır. Allah, süper. Алло, братан. Короче, тема такая. Помощь твоя конкретно нужна. Bəriyə də gətir.
Yem Belə bir şey sonunda ortaya gəldi. Şimdi bunu yəqin ki yontulacaq da, bu düzəliş olunacaq. Və sonunda əla uyğundur.